Salam. Bugün sizin gönderdiğiniz mənbələr əsasında Əhdə Ətiqin çox maraqlı personajının hekayəsinə başvururuq. Yeşua və Kalev. Gəlin baxaq görək bu qədim hekayələrdən bugün üçün hansı dərsləri çıxara bilərik. Söhbətimizdə prinsipial mövqedən, cəsarətdən və bunun, yəni gələcək nəsillərə necə təsir etdiyindən danışacaq. Çox maraqlı mövzudur. Başlamazdan əvvəl mənbələrdə bir məqam diqqətimi çəkdi. Deyilir ki, biz insanlar yaxşıdan daha çox pis nümunələri təqlid etməyə meyilliyik. Bu biraz pessimist səslənir, elə deyilmi? Təəssüf ki, həqiqət payı var bunda. Çünki kütlənin təzyiqi, qorxu, bunlar çox güclü amillərdir. Elədir. Məhz buna görə də Kalev və Yeşuanın hekayəsi bu qədər dəyərlidir. Onlar göstərir ki, axına qarşı getmək nəinki mümkündür, bəzən hətta zəruridir. Gəlin elə Kalevdən başlayaq. Adının mənşəyi belə özü bir hekayədir. Mənbədə deyilir ki, Kalev adı İbrani dilindəki Kelev sözündən gəlir. Mənası isə it deməkdir. Bəli. İlk baxışdan bu biraz təhqiramiz səslənə bilər, amma mənbə bunu fərqli izah edir. Eynən bir xidmətçinin öz ağasına olan sarsılma sədaqəti və cəsarəti kimi və o bütün həyatı ilə bu sədaqəti sübut edir. Ən aydın nümunə də yəqin ki, casusların hekayəsidir. Əlbəttə, Kənan torpağında kəşfiyyata göndərilən 12 casusun hekayəsi. Onlardan onu geri qayıdanda dəhşətli bir mənzərə cızır. Deyilənə görə biz oradakı nəhənglərin yanında özümüzü çərtq etmək hiss edirik. Bəli, o qorxu dolu hesabatı verəndə. Və bu 10 nəfərin adları Kalev və Yeşuadan fərqli olaraq bugün demək olar ki, heç kimin yadında deyil. Çünki onların mirası sadəcə qorxuydu. Məni ən çox heyrətləndirən odur ki, Kalev təkcə o 10 nəfərə yox, onu daşqalaq etməyə hazır olan bütün bir xalqa qarşı çıxır. Bu cür kütləvi təzyiq altında insanın özünə inamı hardan gəlir? Və bu məqamda Yeşua haradadır? O da Kalevlə eyni fikirdə idi axı. Çox yaxşı sualdır. Yeşua da Kalevin yanındaydı. Amma onların üslubları biraz fərqlidir. Mənbələr Kalevi daha odlu, alovlu, emosional bir müdafiəçi kimi təsvir edir. O paltarlarını cıraraq danışan idi. Bəli, xalqı inandırmağa çalışır. Yeşua isə daha təmkinli, gələcəyin lideri kimi mövqeyini qoruyur. Onlar bir-birini tamamlayırdılar. Belə deyək də, biri ruhlandırıcı səs idi, digəri isə strateji dayaq. Yəni biri olmadan o birinin təsiri bu qədər güclü olmazdı? Yəqin ki, olmazdı. Düzdür, Kalevin bu sarsılmazlığı təqdirə layiqdir. Amma bəzən kütlənin fikrində də bir həqiqət payı olmurmu? Bəs bir insan öz mövqeyinin inadkarlıq yox, həqiqətən də doğru olduğuna necə əmin ola bilər? Fərq niyyətdədir və əsaslandığı əqidədə. 10 casus öz qorxularına əsaslanırdı. Kalev və Yeşua isə onlara verilən ilahi vədə. Hekayənin ən təsirli hissələrindən biri 40 il sonra baş verir. Bütün o nəsil səhrada həlak olduqdan sonra Kalev 85 yaşında Yeşuanın qarşısına gəlir. Bəli, artıq lider olan Yeşuanın. Və o hələ də 40 il əvvəlki vədi xatırlayır. Bu inanılmazdır. Üstəlik o asan bir yer istəmir. Gedib deyir ki, mənə o dağlıq yeri ver. Yəni nəhənglərin yaşadığı, fəthi ən çətin olan yeri. Məhz buna görə mənbədə Allahın Kalev haqqında onda başqa ruh var dediyi vurğulanır. Onu fərqləndirən də bu idi. Özü də deyir axı, mən tamamilə Rəbbin ardınca getdim. Bəli, yarımçıq bir bağlılıq deyildi. Hətta mənbədə çox maraqlı bir dilçilik detalı var. Kalev deyir, bəlkə Rəbb mənimlə olacaq. Orada işlətdiyi ulay sözü şübhə yox, daha çox ümid və müsbət gözləntini ifadə edir. Və bu ruh, bu cəsarət təkcə onunla qalmır, elə deyilmi? Sanki bir miras kimi ötürülür. Eynən, mənbədə qızı Aksanın hekayəsi buna əla nümunədir. Kalev elan edir ki, Qiriyat Səfər şəhərini fəth edənə qızını ərə verəcək. Və bu çağırışa cavab verən Otniyel olur. Bəli, o bu çətin tapşırığın öhdəsindən gəlir. Amma hekayə bununla bitmir. Bilirsiniz, atasının cəsarətindən ilhamlanan Aksa toyundan sonra ondan əlavə olaraq su mənbələrinə olan torpağı da istəyir. Daha artığını istəyir. Onun bu qətiyyəti və israrı atası Kalevdən gələn bir mirasdır. Beləliklə, mənbənin də dediyi kimi iman məşəli bir nəsildən o birinə ötürülür. Deməli, yekun olaraq deyə bilərik ki, bu hekayələr bizə sadəcə yaxşı olun demir. Onlar göstərir ki, əsl cəsarət
qorxunun olmaması deyil. Heç də deyil. Kütləvi panika içində belə uzun müddətli bir vədə sadiq qalmaqdır. Digər casuslar gözlərinin önündəki nəhəngləri görürdü. Kalev isə 40 il əvvəl verilən sözü. Və bu cür mövqe sadəcə fərdi qələbə ilə bitmir. Gələcək nəsillərə də yol göstərən bir mayaka çevrilir. Mənbədəki o iman məşəli ifadəsi çox güclüdür. İnanc kontekstindən kənarda düşünsək, bu bizi bir suala gətirir. Siz öz nümunənizlə hansı cəsarət və ya prinsipiallıq mirasını yaradırsınız? Və daha maraqlısı, bəlkə də heç fərqində olmadan bu məşəli artıq başqası əlinə alıb sizin yolunuzu davam etdirir. Bu sual üzərində düşünün dostlar. Dinlədiyiniz üçün təşəkkür edirik.